Salam, hər vaxtınız xeyir. Mən riyaziyyat müəllimi Sənan Vəliyev. Bu gün sizlərlə 15 mart imtahanına düşə biləcək riyaziyyat suallarını həm müzakirə edəcəyik, həm də düşə biləcək tipdə sualların nümunə izahlarını təqdim eləmişəm ki, imtahana getməmişdən əvvəl bu tip suallara baxasınız və buna uyğun sualları da evdə tez-tez təkrarlayasınız ki, imtahanda bu tip suallar öz əksini tapa bilər. Buna əlavə olaraq qeyd etmək istəyirəm ki, 9 mart tarixində keçirilən imtahanda müşahidə elədik ki, toplunun önəmi nə qədərdir? Demək olar ki, çox suallar elə topluda öz əksini tapmışdı. Yəni toplunun rahatlıqla çox yaxşı bir şəkildə işləyən şagirdlər öz belə deyək, suallarını rahat şəkildə həll edib. Açıq suallara gəldikdə isə açıq sualların bəziləri başqa ədəbiyyatlardan götürülmüşdü. Bu da ola bilər, çünki qayda əsasən biz qaydanı bilərək test işləyirik. Qaydanı bilərək test işləyə bilərik. Düzdür, vaxt uzun gedir. Bəzi misallar elə idi ki, vaxt itkisi çox gedirdi. Amma bunu düşünmək lazımdır ki, artıq 15 mart olan imtahanda da bu uyğun olaraq belə olacaq. Yəni çox güman ki, yenə də qapalı suallar olduqca asan olacaq, yəni yaza biləcək səviyyədə olacaq. Açıq suallar isə nisbətən düşündürücü olacaq. Ona görə də vaxt bölgüsünü düzgün aparın. Açıq suallardan 2 sual, 3 sual belə deyək, qarşımıza çıxmamış bir suallar idi, amma bunun qaydasını bildikdən sonra, yəni qarşımıza çıxmayıb deyəndə, yəni birə-bir eyni sualın rəqəmini dəyişib qoymamışdılar. Məsələn, orada ədədi orta sualı var idi ki, topluda həmin sual rəqəmləri fərqli olaraq var. Bundan əlavə olaraq 2024-cü ilin məzunlarının sualı olub. İndi də sizə düşüb. Yəni hal-hazırda son günlər, yəni imtahana demək olar ki, sayılı günlər qalıb 15 mart tarixində keçirilən imtahana sayılı günlər qalıb. Sizin işiniz qəbulları, yəni buraxılış imtahanlarını sürətli şəkildə baxmaq, topluda bəzi mövzuları, yəni hansı mövzularda boşluğunuz varsa testlərini işləmək, bir də qaydaları uyğun olaraq düsturları qəşəng əzbərləmək. İnşallah hər kəsə uğurlar olsun. Mən də testləri izah etdikcə çalışacağam qaydalara xüsusi yer verim. Məsələn, birinci sualı mən 9 illik test toplusundan götürmüşəm, yeni test toplusundan. Bu sualın fərqli versiyası da 9 mart imtahanına düşmüşdü. Bu sual necə həll olunur? Bilirik müxtəsər vurma düsturu. Ümumiyyətlə, A kvadratı çıx B kvadratı yeganə müxtəsər vurma düsturudur ki, demək olar ki, hər il buna aid nəsə bir sual buraxılış imtahanında öz əksini tapır. Yəni, demək olar ki, buna oxşar nəsə bir sual olur. 15 marta indi bu tip sual düşər? Xeyr. Çox güman ki, yenə də müxtəsər vurma düsturu düşəcək, amma başqa bir versiyası. Məsələn, bu sual necə həll olunur? 856-dan bir dəfə çıxılır 44, vurulur. Bir dəfə də 856-nın üzərinə gəlinir 44. 856-nın üzərinə 44 gəlinir. Bölünür 406-ya. Deməli, birincidə 856-dan 44 çıxanda eləyir 812. Vurulsun. 856-nın üstünə 44 gələndə eləyir 900. Bölürəm 406-ya. İxtisar burada 1, burada 2 qalır. 2-ni 900-ə vururam, eləyir 1800. Yəni Y variantı. Daha sonra, ümumiyyətlə silsilə mövzusu demək olar ki, həmişə buraxılış imtahanında düşür. Ya ədədi silsilə, ya həndəsi silsilə, ya da həndəsi silsilənin bir mövzusu da olaraq sonsuz azalan həndəsi silsilə. Keçən imtahan ədədi silsilə düşmüşdür, silsilə fərqli tapmışdı. 15 martda ola bilər ki, ilk N həddinin cəmi düsturuna aid silsilə düşsün. Məsələn, ədədi silsilənin, məsələn, S neçənsə həddə olsun, onu desin ki, onu tap. Və ya həndəsi silsilə düşə bilər. Yəni, silsilə mövzusuna da xüsusi diqqət yetirin. Burada necə həll edirik? Bilirik ki, SN necə tapılır? A1 üstə gəlinsin AN, bölünsün 2, vurulsun N. İndi bizdən S9-u istəyir. S9-u tapmaq üçün A1-in üzərinə gələcəyik A9-u, böləcəyik 2-yə, vuracaq 9-a. Bu bərabər olacaq 72-yə. Bilirəm ki, A1 ilə A9-un cəmi bərabərdir. Ayaqları cəmi 10 eləyirsə, yaza bilərəm ki, A5 üstə gəl A5-ə. Çünki bu bir qaydadır. Əgər AN üstə gəl AM, o zaman bərabərdir ki, AL üstə gəl AK-ya, N ilə M-in ayaqlarının, yəni ki, indeksləri cəmləri bərabər olsun L ilə K-nınkinə. Yəni 1, 9, 10, 5, 5, 10.
Onda biz bunun yerine yaza bilərik 2A5. Getirib yerinə 2A5 yazsam, aşağıdakı 2'lər ixtisar gedəcək, qalacaq A5 vurulsun 9 bərabərdir 72. Buradan da A5'i tapmaq üçün 72'yi 9'a böləcəm, eləyəcək 8. Deməli 5-ci hədd 8'ə bərabərdir. Daha sonra düzbucaqlıya aid bir sual yenə də öz əksini tapmışdı. Ola bilər sizə kvadrat düşsün, 15 mart imtahanına hazırlaşan şagirdlərə. Ola bilər bərabər tərəfli üçbucaqdan düşsün və ya müxtəlif tərəfli üçbucaqdan düşsün və s. Düzbucaqlının eni 12 və ya elə sahənin eni verib, uzunluğu istəyə və o ilə də perimetr tapa bilərsiniz. Yəni bu sualın düşmə ehtimalı daha yüksəkdir. Eni 12-dir, uzunluğu x-dir. Sahə necə tapılır? N vurulsun uzunluq. 12 vurulsun x. Bu da bərabərdir 360 kvadrat santimetrə. Onda x-i tapmaq üçün 360'ı 12'yə bölürəm, eləyir 30. Deməli uzunluğumuz olur 30 santimetr. Perimetri necə tapırıq? 12 ilə 30'u toplayırıq, vururuq 2'yə. Olur nə? 84 santimetr. Daha sonra 4-cü suala baxaq. Biz bilirik ki, bu 5-ci dərəcədən 49. Kök 6 keçən imtahanda öz əksini tapmışdı. Ümumiyyətlə kök 6'ya aid suallar tez-tez düşür. Biz 49'u yazarıq ki, yəni kök altında 5-ci dərəcədən 49 yazarıq. 49'un üstü 5'də 1. İndi bunu da getirib üstünü 2'də 5 yazsam, bu 5'lər ixtisar gedəcək. Olacaq 49 üstü 2'də 1. Yəni 7'nin kvadratı üstü 2'də 1. 2'də 1'lərlə də bu gedir, cavab eləyir 7. Doğru cavab olur Y variantı. Daha sonra bu sualda imtahana öz əksini tapmış suallardan biri idi. Orada 24 şagirddən söhbət gedirdi. 11-ci sinif test kitabında da var. Eyni ilə topluda da eyni bu mövzunun testi var. Yəni 9 martda düşən sualların elə çoxu topludan idi. İndi bizə deyir sinifdə 26 şagird var. Bu şagirdlərdən 2 növbətçi neçə müxtəlif üsulla seçmək olar? Ümumiyyətlə şagirdlər arasında növbətçi seçimi həmişə kombinizon məsələsi olur. 26 dənə şagirddən mən ikisini seçmək istəyirəm. Yəni kombinizon 26'da 2. Yəni 26 faktorial bölünsün, 26'dan 2 çıxıram. 24 faktorial vurulsun 2 faktorial. İxtisar gedir, cavab eləyir 25 vurulsun 26. Bölünsün 2. İxtisar gedəndə 13. 25'i də biz vuracağıq 13'ə. Eləyəcək 325. Doğru cavab olacaq 325. 6-cı sual. 2 qat bərabərsizlik. Yenə də 9 mart belə deyək imtahanına düşmüşdü. Bu tip sualı həll eləmək üçün bu daha əvvəl buraxılış sualı olub. Eyni ilə bu qaydada. 2019-cu ildə düşüb. 0.5'in hər tərəfin üzərinə 0.5 gəlirik. Olur 0.8 böyük bərabərdir 0.1x. O da böyük bərabərdir 1.1-dən. Hər tərəfi 0.1'ə bölsəm 8 böyük bərabərdir x-dən. O da böyük bərabərdir 11'dən. Onda x hansı qiymətlər ola bilər? 8, 9, 10, 11. Rəqəmlər cəmi, yəni ödəyən natural ədədlərin cəmi də 38'ə bərabərdir. Doğru cavab olacaq 38. Daha sonra 7-ci sual. Trigonometriya keçən dərsdə çox rahat idi. Yəni belə deyək də 9 mart imtahanında da çox rahat düşmüşdü. Düşünürəm ki, nə qədər böyük bir çətinlik düşməyəcək trigonometriyada. Yenə də sadə olaraq müəyyən bir prinsiplərcə düşəcək. Yəni nisbətən sadə və gözümüzün öyrəşdiyi tip suallar düşəcək trigonometriyadan da. Amma sadə trigonometrik tənlik keçən imtahan yox idi. Bilirsiniz ki, buraxılış imtahanında belə deyək, demək olar ki, hər il sadə trigonometrik tənlik düşürdü. Fikrimcə, elə məsələn kompleks ədəd də yox idi. Elə kompleks ədəd də sadə trigonometrik tənlikdə çox böyük ehtimal ki, 15 mart olan imtahanda öz əksini tapacaq. Deməli, burada isə biz görürük ki, eyni bir ifadənin həm cəmi var, həm fərqi var. Biz də bunu artıq öyrənmişik. 0,4'də 3'ü yazacağıq 9'da 3. Hətta yaza da bilərik 3'də 1 şəklində. Onda olacaq 3'də 1 çıxsın, üstə gəl sinus alfa. Vurulsun 3'də 1 çıx sinus alfa. Onda bu da nə baş verəcək? 3'də 1'in kvadratı 9'da 1 çıx sinusun kvadratı, yəni sinus kvadratı alfa. İkinci tərəfdə isə kök altında 2 kök altında 2'ni yazacağım. Kök altında 8 bölü 3 üstə gəl kosinus alfa. Vurulsun. Kök altında 8 bölünsün 3 çıx kosinus alfa. Bir dəfə
fərqin kvadratları, elə bilin ki, bir dəfə cəmdir, bir dəfə fərqli olacaq. 9-da 8 çıx kosinusun kvadratı alfa. İndi bu ikisini toplasam əgər, yəni 9-da 1 çıx sinusun kvadratı alfa ilə 9-da 8 çıx kosinus kvadratı alfanı toplayanda 9'da 1 ile 9'da 8, 9'da 9 1 tam çıxılsın. Sinusun kvadratı alfa üstə gəl kosinusun kvadratı alfa. Bu da eləyir 1. 1'dən 1 çıxanda cavab eləyir 0. Doğru cavab olur C variantı. Eyni ilə bu tip sualda isə 8-ci tip sualda isə məşhur suallardan biridir. Ya bu tip sualda istəyir bizdən sinus 2 alfanı ya da sinus alfa vur kosinus alfanı. Bunun hər tərəfini kvadratı yüksəldirəm. Olur sinusun kvadratı alfa üstə gəl yox, ortada çıxmadısa çıx. Bir saniyə. Çıx 2 sinus alfa kosinus alfa. Üstə gəlinsin kosinusun kvadratı alfa bərabərdir 4'də 1'ə. Burada sinus kvadratı alfa ilə kosinus kvadratı alfa onsuz da 1'dir. Mənfi 2 sinus alfa kosinus alfa bərabərdir 4'də 1'dən 1 çıxıram mənfi 4'də 3. Mənfilər də ixtisar gedir. Əgər bizdən sinus 2 alfanı istəsəydi, istəyə də bilər, düşüb dəfələrlə. Onda elə cavab 4'də 3 idi. Amma sinus alfa vur kosinus alfanı istəyirsə, hər tərəfi 2'yə bölürəm, eləyir 8'də 3. Yəni doğru cavab olur A variantı. 9-cu sual. Əhalisi 7.000 olan şəhər sakinləri bir ildən sonra 70.000 olan şəhər sakinləri 74.200 oldu. Əhali neçə faiz artdı? Faiz məsələləri buraxılış imtahanına nisbətən sadə düşür. Bu faiz məsələsi də bir dəfə düşüb imtahana. Yəni belə bir sual sizin də qarşınıza çıxa bilər. Bu zaman 74.200-dən çıxırıq 70.000-i. Deməli artım olan say deməli 4200-dür. 4200'ü bölürük 70.000'ə, vururuq 100%'ə. 2-0 ixtisar gedir, 2-0 ixtisar gedir. Deməli, cəmi 6% artım müşahidə edilib. Daha sonra baxaq. 10-cu sual. Tənliklər sistemi hər il buraxılış imtahanında öz əksini tapır. Bu zaman tənliklər sistemi məsələn 9 martda düşməmişdi. Ola bilər ki, məsələn məsələ kimi düşmüşdü. Ola bilər sizə də bu şəkildə düşsün. Məsələn 7x üstə gəlinsin 2y bərabərdir 20'yə. Buradan da 2x üstə gəlinsin 7y bərabərdir 25'ə. Bilirik ki, bu tip suallarda ya nəyəsə vurub toplamaq lazımdır. Məsələn, bunu da yuxarısını vuraram mənfi 7'yə. Tutaq ki, bura olsun mənfi 14 kimi. Və ya mənfi 2'yə vuraram, x ixtisar apararam. Məsələn, mənfi 2'yə. Aşağını da vuraram elə müsbət 7'yə. Onlar nə məsələn? Mənfi 14x çıx 4y bərabərdir mənfi 40'a. Onda bu da olur 14x üstə gəlinsin 49y bərabərdir. 5 yazıram 3 yadda. 145. Tərəf-tərəfə toplayanda 14x'lar gedir. 45y bərabərdir 105'ə. Ondan buradan da y-i tapırıq ki, deməli bunu vuranda 175 bir dəqiqə. Yəni bunu düzəldik. 25'i 7'yə vuranda 175. Deməli buradan da bunu bir dənə düzəltsək, olacaq 135. Buradan da y 3'ə bərabərdir. Y 3-dürsə getirib yerinə yazacağıq. 2x üstə gəlinsin 21 bərabərdir 25'ə. Onda 2x bərabərdir 4'ə, x də eləyir 2. Bizə də x ilə y-in hasilini soruşur, eləyir 6. Yəni doğru cavab olur B variantı. 11-ci sual yenə də düzbucaqlıdan yola çıxıram. Çünki bu həmişə hər il demək olar düşən suallardan biridir və bundan əvvəl 9 martda da düzbucaqlıya aid nəsə bir sual düşübsə, deməli ki, bunun da yenə də sahə və uzunluğa aid nəsə bir sual düşəcək. Deyir düzbucaqlı şəklində olan əkin yerində məsələn eni A-dır, uzunluğu B-dir. Sahəsi yəni A vur B olur 5400. Hasarın uzunluğu onun perimetri deməkdir. 2 vurulsun A üstə gəlinsin B bərabərdir 300'ə. Onda A ilə B-nin cəmi də bərabərdir 150. Yəni cəmi 150, hasili də 5400 eləyən ədəd axtarırıq. Bunu məsələn elə cavabla da geçsək 60 ilə 90'dır. Çünki 60'ı 90'a vuranda 5400 eləyir. 60'ın üstə 90 gələndə eləyir 150. Doğru cavab olur D variantı. 12-ci sualı 9 illik test toplusunda öz əksini tapıb. 10% deyir ki, 10%
filan olan ədəd. Biz indi o ədədi tapmalıyıq. Buna görə bu hissəni hesablamalıyıq. Kənarda hesablasaq 9,8 vur 3,6 vur 0,81 bölünsün. Bu da 0,06 vurulsun 1,2 vurulsun 0,3. 4,8-i vergüldən azad eləmək üçün 10-a vururam. Sürəti vururamsa 10-a, məxrəcdə də 12-ni vururum. 1,2-ni vururam, olur 12. Vurulsun. 3,6-nı ixtisar eləmək üçün yenə də 10-a vururam. Onda burada da 0,3 10-a vururam. Bunu vergüldən ixtisar eləmək üçün 100-ə vururam. Bura olur 81, burada olur 6. Deməli, onda nə baş verir? 12 ilə elə 3 birləşdirəndə 36-nı yaradır. Bu gedir. Bu da 8 olur. 8 deyilir 648. Vuranda hasil. Deməli, 10% 648 olan ədədi istəyir bizdən. Bunun üçün də 648-i vururam, belə deyək, 100-ə, bölürəm 10-a. İxtisar gedir, qalır 6480. Doğru cavab olur 6480. Daha sonra 13-cü sual loqaritmaya aid olan bir sual tipidir. 5-in üstü loqaritma 3 əsasdan 5-də 2. Biz bunu belə yaza bilərik. 5 üstü 2 vurulsun loqaritma 5 əsasdan 3. Çünki loqaritmanın bir qaydası var. Loqaritma A əsasdan B bərabərdir. 1 bölünsün loqaritma B əsasdan A-ya. Onda bu 3-ü də keçirsəm bunun üzərinə olacaq 5 üstü loqaritma 5 əsasdan 3-ün kvadratı, yəni 9. Bunlar da ixtisar gedir, cavab qalacaq 9. Yəni B variantı. Daha sonra deyir apofemi 6 sm və yan səthinin sahəsi 72 kvadrat santimetr olan düzbucaqlı üçbucaqlı piramidanın oturacağının tərəfi tapan prizma sualı düşdü. Çox böyük ehtimal elə piramida sualı, amma bunu bəzən elə yəqin ki bütün müəllimlər deyə bilər ki, hə prizma düşdü deməli piramida, konus düşdü deməli silindir. Amma siz yenə də bütün düsturlarını bilin. Yəni yenə də bilin, çünki bilmək olmaz. Çünki onlar da bilirlər ki, bu dəfə prizmanı saldıqsa, gələn səfər hamı biləcək, piramida düşəcək. Onlar da məsələn ola bilər ki, elə prizmanı salsınlar təzədən. Deməli, apofemi, yəni eli 6-dır. Yan səthin sahəsi 72-dir. Ümumiyyətlə, yan səthin sahəsi hansı düsturla hesablanır? 2-də 1 piramidada. S-yan bərabərdir. 2-də 1 P oturacaq, vurulsun L. Onda burada da yan səthi 72-ci, 72 bərabərdir. 2-də 1 vurulsun, P oturacaq, vurulsun 6. İxtisar gedəndə 3 qalır, P oturacaq olur 24. Çünki 24-ü 3-ə vuranda 72 eləyir. İndi, oturacağı bərabər tərəfli, yəni düzgün üçbucaq o deməkdir ki, bütün bucaqları, bütün tərəfləri bərabərdir. Onda bu bərabər tərəfli üçbucaqdır. Onda bunun perimetri 24-dürsə 3A bərabərdir 24-də, tərəfi olur 8. Oturacağının tərəfi olacaq 8. Doğru cavab. Daha sonra 15-ci sualda da silindir. Silindirin diametri 16-dırsa, deməli radiusu 8-dir. Hündürlüyü də 8-dirsə həcmini istəyir. Silindirin həcmi pi kvadratı h-dır. Deməli onda n-in 8-in kvadratı 64 vurulsun. 64-ü də 8-ə vuranda, deməli 64-ü götürüb 8-ə vuracaq. Burada da deməli 8-i 64-ə vuranda 2 yazır, bir də 512 pi eləyəcək. Doğru cavab olacaq 512 pi. Daha sonra kater məsələsi. Kater məsələsi, yəni demək olar ki, bildiyimiz məsələlərdən biridir. Sürət məsələsi düşdü. Ola bilər yenə də sürət məsələsi düşsün fərqli tip, amma çox böyük ehtimal kater məsələsi düşəcək. Deyir, kater çayın axın istiqamətində. Axın istiqamətində deyəndə, axın ilə deyəndə, katerin sürəti ilə çayın sürəti toplanılır, olur 20. Axına qarşı deyəndə isə, onda katerin sürətindən çayın sürəti çıxılır, bərabər olur 14. Bunlar sistem tənlik kimi tərəf-tərəfi toplasaq, olur 2V kater bərabərdir 34-də, onda V kater bərabərdir 17-yə. Deməli, onda çayın sürəti də 3-dür. Çünki 17-nin üstünə 3 gələndə 20, 17-dən 3 çıxanda olur nə? 14. Bizə deyir, çayın axımı sürəti 3. Doğru cavab olacaq B variantı. 17-ci sual toplum məsələsidir. Eyni ilə də 16-cı sual toplum məsələsi idi. Deməli, 17-ci sual toplum məsələsidir və toplumda buna tənlik qurmaqla məsələ həlli mövzusuna aiddir. Deyir, 150 turistin daşınması üçün nəzərdə tutulan avtobus var və hər avtobusda da eyni sayda oturacaq var. Tutaq ki, X dənə avtobus var. Avtobus və Y dənə də həmin avtobusda olan yer sayı var.
Onda 150 turist daşınacaqsa x vurulsun y bərabərdir 150-yə. Amma bizə deyir ki, birdən 18 turist çox gəldi. Yəni artıq 150 nəfər daşınmadı. 168 nəfər daşındı. Və buna görə də bir ədəd eyni tutumlu avtobus əlavə olundu. Yəni avtobusun sayı artdı. Buna görə avtobusdakı hər avtobusu 2 turist az mindi. Yəni yerlərin sayı da 2 nəfər azaldı. Onda bu da bərabər oldu 168 nəfər üçün. Onda aşağıda yazdığım ifadəyə vurub atsam, x, y çıx 2x üstə gəlinsin y çıx 2 bərabərdir 168-ə. X, y hasilim elə 150-dirsə, çıxılsın deməli 2, üstə gəlinsin y çıxılsın 2x bərabərdir 168-ə. Onda y çıxılsın 2x bərabərdir 20-yə. Onda y bərabərdir 20 üstə gəlinsin 2x-ə. Onda y 20 üstə gəl 2x-dirsə getirib yerinə qoyanda x bərabərdir 20 üstə gəlinsin 2x bərabərdir 150-yə. Bunu əslində vurub həll edə bilərəm. Yəni belə deyək, kvadratik tənliyə gələcək, bir kökün mənfi eləyəcək, bir kökün müsbət eləyəcək. Amma ehtiyac yoxdur, çünki mənfi kökə də ehtiyac yoxdur. Çünki avtobus sayı necə mənfi olsun, ola bilməz axı. Elə buradan görünür ki, x 5-dir. X 5-dirsə y 30-dur. Bizə deyir ki, əvvəlcə neçə avtobus nəzərdə tutulmuşdu daşınması üçün? 5 avtobus nəzərdə tutulmuşdu. Daha sonra növbəti test tapşırığına baxaq. Bu da əvvəlki ilin suallarından biridir. Çevrə mövzusu keçən dəfədə çox asan düşmüşdü bucağa aid. İndi ola bilər, məsələn, vətənlərin keçişməsi xassəsinə aid, toxunan və kəsən haqqında xassəyə aid düşə bilər. Ona görə bu toxunan və kəsən aid bir düz qaydanı belə deyək nəzərinizə çatdırmaq istəyirəm. Bilirik ki, bu çöldəkinin kvadratı, yəni 8-in kvadratı bərabərdir. Bunun xaricdə yerləşən x ilə ümuminin hasili, yəni x üstə gəl 12-in hasili. Bu da eləyir 64 bərabərdir x vurulsun x üstə gəl 12. Elə buradan da x-in 4 olduğunu görürəm. X 4 olsa da, çünki 4 vur 16. Amma bizdən AD-ni istəyir. AD 16-dır. Yəni Y variantı. Növbəti test tapşırığı üstü tənliklərə aiddir. Deməli, biz burada 1 bölünsün 3A. 3 üstə A. Üstə gəl. Bunu yaza bilərəm ki, 1 bölünsün 3 üstə A bölünsün 3. Çünki əsaslar eyni olanda, çıxma olanda o bölməymiş sən demə. Üstə gəl 1 bölünsün 3A, 3-ün üstü 2, yəni 9 bərabərdir 39-a. Onda bu, belə deyək, 1 bölünsün 3 üstü A, üstə gəlinsin, deməli, 1 bölünsün 3 üstü A, üstə gəlinsin, 3 qalxacaq yuxarı olacaq, 3 bölünsün 3 üstü A, üstə gəlinsin 9 bölünsün 3 üstü A, bərabərdir 39-a. Deməli, onda 3 üstü A, bu 12, 13 edir. 13 bərabərdir 39-a. Onda 3 üstü A bərabərdir. Nə yazıram? 39-u belə deyək. 39-da 13. Sanki yer dəyişdirirəm. Bunlar da ixtisar gedəndə olur 3 ilə 1. Yəni 3 üstü A bərabərdir. 3 üstü mənfi 1. Yəni A mənfi 1-dir. Doğru cavab olacaq A variantı. Daha sonra baxaq növbəti test tapşırığına. Məsələn, bu da üstü tənliklərə aiddir. Bunu yaza bilərəm 2 üstü x vurulsun 2 vurulsun. Bunu yazaram 5 üstü x bölünsün 5 bərabərdir 40-a. Onda 2 üstü x vurulsun 5 üstü x bərabərdir 40 vurulsun 5 bölünsün 2. İxtisar gedəndə eləyir 100. Bunu da 2 vur 5-in üstü x bərabərdir 100-ə. Onda 10 üstü x bərabərdir 100-ə. X də bərabərdir 2-yə. Çünki onun kvadratı belə deyək 100 eləyir. Deməli, x olacaq 2. Getirib yerinə qoyub yoxlaya bilərik. 2 üstü 3, 8, 5 üstü 1, 5, 8 vur 5, 40. Daha sonra növbəti test tapşırığı üstü bərabərsizlikdir. Bu olacaq 5 üstü 4x çıxılsın x-in kvadratı. Bu da böyük bərabərdir 5 üstü 3-dən. Çünki 125 5 üstü 3-dür. Artıq bunu həll etmək üçün 4x çıx x-in kvadratı böyük bərabər olur 3-dən. Əsaslar eyni olanda əsaslara baxmırıq. Onda mənfi x-in kvadratı üstə gəl 4x çıx 3 böyük bərabərdir 0-dan. Hər tərəfi mənfiyə bölsün x-in kvadratı çıx 4x üstə gəlinsin 3. Kiçik bərabərdir 0-dan. İndi cəmi 4 hasili 3 eləyən elə 4 belə deyək hasili 3 eləyən 1-dən 3-ün elə özüdür. Düzdür? Onda bunu intervala yerləşdirsək, müsbət, mənfi, müsbət bizə də mənfi aralıq lazımdır. Yəni mənfi 1 ilə 3 aralığıdır. İkisi də daxildir köklər olaraq. Bizə də ən böyük tam həllini istəyir. Ən böyük tam həlli ilə 3 olacaq. Yəni C variantı.
Daha sonra baxaq növbəti suala. Növbəti sual funksiya mövzusuna aiddir. Növbəti hətta 2 sual funksiya mövzusuna aiddir. Deməli, bizə deyir, 2 şagirdin oxuduğu səhifələrin sayının zamana görə dəyişməsini göstərən fx və gx funksiyası qrafikləri göstərilir. Bu da test toplusunun sualıdır. Test toplusunda elə olduğu kimi var. Yeni test toplusu 2025-də. Deməli, görürük ki, 2 qrafik verilib bizə. Deməli, fx qrafiki də düz xətt gedir. Yəni, bu da, yəni belə deyək də, düz mütənasib funksiyadır. Yəni, fx də bərabərdir kx funksiyası. Gx də bərabərdir. Kx yazmayaq bu səfər də, yazaq bu funksiyada tutaq ki, ax funksiyasıdır. Yəni, düz mütənasib funksiyadır. Koordinat başlanğıcından keçdiyi üçün, yəni belə deyək də, xətti funksiya olmur. Yəni, b'si 0 olduğu üçün, belə deyək, düz mütənasib funksiya elə deyə bilərik. Deməli, onda birinci üçün f üçün, belə deyək, 20 18-dir. Yəni, bu deməkdir ki, 20 nədir? X-in yerində dayanır. 18 isə Y-in yerində. Onda funksiyada yaza bilərik də 18 bərabərdir K vurulsun 20-yə. Onda K bərabərdir 0.9-a. Onda birincinin funksiyası üçün belə deyək, düsturumuz 0.9 X olur. İkinci üçün isə X-im 30-dur, Y-im 15-dir. 15 bərabərdir 30A-ya. Onda A bərabərdir 0.5-ə. Yəni, ikincinin də funksiyası olur. Gx bərabərdir 0.5 x-ə. İndi bizə dedi ki, neçə dəqiqədən sonra 2 şagirdin oxuduğu səhifələrin ümumi sayı. Bu 0.9x intervalında oxuyur. Bu 0.5x intervalında oxuyur. Onda ümumi dediyi üçün gəl bunları bir-birinə toplayaq. Olacaq, deməli, x-in birlikdə 1.4x oxuma, belə deyək, intensivliyi və ümumi say 210-a bərabər olur. Bərabər ilə 210-a. X dəqiqələrin sayıdır. Düzdür? Deməli, onda x-i tapmaq üçün 210-u 1.4-ə bölərəm, eləyər 150 dəqiqə. Doğru cavab olacaq 150 dəqiqə. Daha sonra yenə də funksiya mövzusunda bu tip sual öz əksini tapıb elə həmin mövzuda belə deyək, düz mütənasib və tərs mütənasib belə funksiyalar və qrafiklərdə ilk mövzu olmalıdır, səhv eləmirəmsə, səhv xatırlamıramsa. Hətta sonuncu sual olmalıdır. Deməli, L1 və L2 düz xətləri qarşılıqlı perpendikulyar olarsa, L2 düz xəttinin tənliyini yazın. Deməli, bu sualda əvvəlcə biz L1 düz xəttinə baxaq. L1 düz xətti nəzərən yazırıq ki, Y1 bərabərdir K1x üstə gəlinsin B1. Onda burada A nöqtəsi 4 və 4-dür. Yəni, x-də 4-dür, Y-də 4-dür. Amma L1 nöqtəsi bir A nöqtəsinə keçir. Bir də mənfi 2. Bu hansı nöqtədir? 4 nöqtəsi A nöqtəsi. Bir də keçir mənfi 2 0 nöqtəsi. Onda getirib yerinə yazanda 4 bərabərdir 4K üstə gəlinsin B. Burada da 0-ı getirib yerinə yazıram. 0 mənfi 2K üstə gəlinsin B. Axı bu düz xətt L1 üçündür. Ona görə getirib hansı nöqtədən keçirsə onların koordinatlarını yerinə yazıram. Və bunu tərəf-tərəfə ilə çıxsam ən yaxşısı bərabər olacaq 4 bərabərdir 6K-ya. K-m olacaq 3-də 2. Deməli, birinci üçün yazası olsam 3-də 2-dir. Onda B-ni də hesablayası olsam 4 bərabərdir 4 vurulsun 3-də 2 üstə gəlinsin B. Onda B nəyə bərabərdir? 4 çıxılsın 3-də 8-ə. Yəni 3-də 4-ə. 3-də 12 çıxır, 3-də 8, 3-də 4. Deməli, birinci L1 üçün olan qrafikim Y bərabərdir 3-də 2 x üstə gəlinsin 3-də 4-dür. Əgər L1 ilə L2 bir-biri ilə perpendikulyardırsa, perpendikulyarlıq şərti necə idi? Perpendikulyar belə deyək ki, xətti funksiyaya deyə bilərdik ki, onların K1 vurulsun K2-si mənfi 1 olsun. Onda əgər ki, bu, yəni birinci üçün yazdığım 3-də 2x-dırsa, deməli, K2 olmalıdır nə? Y bərabərdir mənfi 3-də 2 x üstə gəlinsin B. Bu B-ni də hələ bilmirəm. B-ni buna uyğun tapacağım. Bu da elə A 4-4 nöqtəsindən keçir. 4-4 nöqtəsindən keçirsə, getirib x-in yerinə 4 yazıram, y-də 4 olur. 4 bərabər olur, mənfi 3-də 8, üstə gəlinsin B-yə. Onda B bərabər olur, 4 üstə gəl 3-də 8-ə, yəni 10-a. Bu da olur, nə? Y bərabərdir, mənfi 3-də 2-də 3, daha doğrusu 2-də
3 deməli mənfi belə deyək. Çünki belə deyildi, mənfi 2-də 3. Bura niyə mən 3-də 2 yazdım? K2 mənfi 1 ilə mən daha silib yağlar çaşdım bunu. Bura 2-də 3-dür. Yəni bunun K2'yi necə tapdım? 2-də 3. Yəni bunu silim. Saniyə bir dənə təmizləyim, səhv yazdım. Deməli, çünki bilirsiniz niyə görə? Perpendikularlıq şərtinə görə K1 vur K2 bərabərdir mənfi 1-ə. Onda K1 əgər 3-də 2-dirsə, 3-də 2-dirsə, vur K2 bərabərdir mənfi 1-ə. Onda K2 bərabərdir, deməli, nə edirik? Mənfi 1-i bölürük 3-də 2-yə. Yəni, vururuq 2-də 3-ə. Bu da nə eləyir? Yəni, mənfi 2-də 3. Deməli, y bərabərdir mənfi 2-də 3, x üstə gəlsin. Getirib 4-ü yerinə yazsam, 4 bu bərabərdir mənfi 2-də 12, 4-ü vuranda 12. Üstə gəlsin B. Bunu keçirsən bu tərəfə B bərabər olur 10-a. Hə, düz tapmışam. B 10-dur. Onda qrafik necədir? Mənfi 2-də 3, x üstə gəlsin 10. Doğru cavab olacaq. Mənfi 2-də 3 üstə gəlsin 2-də 3 x üstə gəlsin 10. Deməli, xətti tənliyini istəyirdi və bu tip suallar tez-tez öz əksini tapır. Daha sonra kompleksədə keçən imtahan düşmədi 9 mart tarixindəki. Arxayın düşməmək üçün yenə də kompleksədə dair sual izahına baxmaq istəyirəm. Əgər z bərabərdirsə 4 çıx i-yə, onda z üstü işdirib 4 üstə gəliydi. Qoşma kompleksədə də odur ki, z bərabərdir a üstə gəl b-i olanda, onda z-in qoşması bərabər olur a çıx b-i. Bir də modulu və mütləq qiymətini soruşa bilər. Bu da kök altında a kvadrat üstə gəl b kvadratı ilə təyin olunur. İndi bizdə bu iki qoşması ilə özünün hasilini istəyir. Yəni 4 çıx i-ni vurmalıyam 4 üstə gəl i-yə. Vurub açanda nə eləyib? 16 üstə gəl 4-i çıx 4-i i çıx i-nin kvadratı bərabərdir. 4 ilər getdi. 16 çıx i-nin mənfi 1, yəni 16 üstə gəl 1 cavab edir 17. Doğru cavab olur B variantı. Daha sonra yenə də kompleksədə dair sonuncu bir sualın izahına baxaq. A üstə gəl B 7-dir. Onda A ilə B-nin cəmi 7-dir. AB hasili isə mənfi 3-dür. Onda çünki kompleks ədədlər bir-birinə bərabər olmağı nədir? I-nin əmsalları bir-birinə bərabərdir. Həqiqi ədədlər, həqiqi hissələr də bir-birinə bərabərdir. A kvadratı üstə gəl B kvadratı istəyəndə biz bunu müxtəsər köməkçi vurma düsturu ilə açanda A üstə gəl B-nin kvadratı çıx 2AB. Yəni 7-nin kvadratı 49 çıx 2 vurulsun mənfi 3. Bu da eləyir 49 üstə gəlinsin 6, yəni 55. Doğru cavab olur 55. Bu qədər, yəni sual sayılı bu qədər idi. Ümid edirəm ki, nəsə sizə bir köməkliyim deydi. İnşallah hər 15 mart imtahan verəcək hər kəsə uğurlar arzulayıram. Bol-bol təkrarlayın, yəni artıq 9 martda düşən mövzuları, onlara oxşar mövzuları, yəni 9 martın elə bilin kitabçasını qoyun qarşınıza, PDF-ni qoyun qarşınıza, ona uyğun suallar işləyin. İnşallah uğurlu nəticə əldə eləyəcəksiniz. Videonu bəyənməyə, kanala abunə olmağı da unutmayın. Növbəti video izahlarda görüşənə qədər. Sağ olun, salamat qalın.